Aha, birinci testdə sözün mənası definition veribdir, sözü tapmalıyıq. A place where books are kept. Baxın, kitablar saxlanılır. Kitabla bağlı olan library bookstore olacaqdır. Ancaq burada kept saxlanır deyir. Əgər orada sold olsaydı, satılır desəydi, bookstore deyərdi. Ona görə olacaq C variantı saxlanır. 2-də est var. Üstünlük dərəcəsində D artiklı, A gedir, E gedir. A və E variantı gedəcəkdir. Russia ölkə adlarından boşluq olacaqdır. B variantı getdi. Sonra axırda by ilə nəqliyyat vasitəsi arasında artikl işlənməz olur. Cavabım C variantı. 3-də me obyekti, to feilimiz to ilə gəlibdir. Deməli, mənə 3-cü qrup lazımdır. 3-cü qrup feillər. Let birinci qrupdur. C ikinci qrupdur. Qaldı 2 və 4 B variantı. 4-də kick nə idi yadınızdadır? Kick. Təpik vurmaq. Bəli. Kick. To use your foot to hit something. Nəyisə vurmaq üçün ayağından istifadə etmək. Catch nə idi bəs? Tutmaq. Aha. To take hold of, yaxud da çatmaq. Hold of something that is moving. Hərəkət edən nəyisə tutmaq. 2 olacaqdır. B. Throw nə idi bəs? Throw. Throw. Atmaq, tullamaq. Send something through the air using your hand. Əlindən istifadə edərək havada nəyisə atmaq. A, B, C olacaqdır. B variantı. Sonra 5-də nöqtələrdən sonra friends gəlibdir. Cəm isimdir. Maçdan sonra sayılmayan gələr. Elotdan sonra isim gəlməz. Doesn't cümlədə inkarlıq var. İkinci biri inkar olmaz. 4 və 5 olacaq C variantı. 6-da nöqtələrdən əvvəl by söz önü gəlib. Söz önündən sonra feil hansı formada gəlirdi? Sözün, feil deyirəm. Feil hansı formada? ING ilə gerund olacaq. B variantı. 7-də take part. A variantında will'in B'si yoxdur. 1-də will'in B'si yoxdur. 4-də should'dan sonra to gəlməz. 5-də able'ın to'su yoxdur. 2 qalır, 3 qalır. B variantı olacaqdır. However, hazıve, hadeve hansı dərəcə idi? Üstünlük. Bəli, üstünlük dərəcəsidir. Üstünlük dərəcəsi est mostla düzəlir. Mostla est bir yerdə ola bilməz. B variantı getdi və üstünlük dərəcəsi hansı artikldan işlənir? C artiklı ilə C variantı olacaqdır. Sonra 9-da passivi soruşur bizdən. Məchulda olan cümlə. Əgər cümlə was, there, were, there ilə başlayıbsa məchul deyil. Birləri çıxdı. Sonunda sifət gəlibdirsə, bəli, məchul deyil. Bəli, 3 səhvdir. Nice sifətlə bitibdir cümlə. 2-4 qalır B variantı. 10-da countable noun. Information sayılır, sayılmır? Sayılmır. Bizdən sayılanı istəyir. D getdi, E getdi. Lemonade. Limonat. Sayılmayacaqdır. 2'lərim də getdi. Permission. İcazə. Sayılmır. Sayılmır. 3-də getdi. Qaldı 4-lə 5. Impression'dan bənzəyirlər. Impression təəssüratlı sayılır. Amma permission icazə sayılmır. 11-də an artiklından sonra apostrof s. S apostrof. Apostrof s çünki təkdir. Apostrof s. Biri götürdüm. 2-də sportsman. Apostrof s. Xeyr. Apostrof s. Cəmi kökdən dəyişib. Apostrof s. 2'lərim çıxdı. 2 hour. 2 saat. 2 miqdar sayı birdən çoxdur. Yanındakı ismi cəmdə istəyir. S apostrof olmalıydı. 4-də The Jacksons cəmdir. Bütöv ailədir. Bəlidir. Böyük hərflə başlayıb qarşısında D artikl var. Bütöv ailədir. 12-də ask neçənci qrupdur? 3. The receptionist. Mənim obyektim gəlib. Burada yazacağım feil to ilə gəlməlidir. C variantı. Sıra sayıları hansı artikldan işlənir? Z. Aha, A variantı, B variantı salam çıxırıq. D sözü sayılan təkdir. Qarşısı boş gəlməz, gəlməyib zaten. Britain'dan. Artikl işlənməyəcəkdir. C və D variantı çıxır. Qalır cavabım E variantı. Teaches. Sonunda SES varsa hansı şəxs əvəzliyi ilə işlənəcəkdir? Hansı şəxs əvəzliklərinin xəbəri təkdə olur, SES-li olur? He, she, it. B variantı getdi, E variantı getdi. O və hiyə deyibdirsə, o və hiyə. Burada. Hansı? Zət olarmı heç? Burada these.
Aha, deməli students cəmdədir. Əvvəla zəti çıxacam. D variantı getdi. A qaldı, C qaldı. Over here deyir. Here yaxındır. Bura burada. İləri götürəcəksən. Here. This. A variantı olacaq. Sonra match. Match hansı dərəcədir? Matchın qeydi necə idi? Matchın qeydi. Match. More ya da er gəlməlidir. B variantı getdi. E variantında more-la er bir yerdə gəlibdir. Hard tək hecalıdır. More-la düzəlməz. A qalır, C qalır. Hardly-nin qeydi nə idi bəs? İnkar cümlədə gəlməz. Bir dənə də qeydi var idi. Cümlədə yeri ilə bağlı. Xəbərdən sonra gəlməz. Bəli, xəbərdən sonra gəlməz. C variantı da getdi. Qaldı cavabım A variantı. 16-da hours cəmdədir. A lotdan sonra isim gəlməz. Matchdan sonra sayılmayan gəlməlidir. A little-dan sonra sayılmayan gəlməlidir. Deməli, a little sayılmayanlarla işlənir. Qalır cavabım D variantı.